Bir kişi geldi Allah Resulü'nün huzuruna, ərz elədi. Ya Resulallah, istəyirəm Allah mənə rəhm eləsin. Öz mərhəməti ilə rəftar eləsin. Həzrət buyurdu ki, sən Allahın xəlqinə rəhm elə, Allah da sənə rəhm eləyəcək. Rəhimli, mərhəmətli ol ki, Allah da sənə mərhəmət göstərsin. Qardaş, mərhəmət hissi çox azalıbdır. Zalim qüvvələri, hegemonları qoyuram kənara. Bax, qohum-əqrəba arasında, möminlər arasında münasibətə baxırız, fikir verirsiniz. Məsələn, 30 il, 40 il bundan qabağına müqayisə etmək gözəl olardı. İnsanlar, qohum-əqrəba, qardaşlar nə qədər bir-birlərinə mərhəmət göstərirdi. Nə qədər azalıbdı mərhəmət hissi. İnsanlar çox qəddarlaşıbdı. Bir-birlərinin pis günün arzulayırlar.